Sosial işçilərin ehtiyacı olan insanlara kömək etməsinin məqsədi nədir? Bu kömək təkcə yazılı gəlmək istədirmi? Bu edilən köməklərin son məqsədi nədir? Salam, adım Həbibdir. Mən sosial işçiyəm. Sosial işə giriş dərslərinin ikinci videosunda sizlə görüşürük. Keçən videoda biz sosial işin tarixi prosesdə necə formalaşması haqqında danışdıq. Bugün isə sosial işin mahiyyətini və insanlara kömək edərkən hansı təməl fikirlərə əsas götürdüyünə baxacağıq. Ehtiyaclı olan insanlara kömək edilməsi, yardım edilməsi bəzən çox adi səslənsə də, burada bir sıra hallarda fikir ayrılıqları ortaya çıxa bilir. Məsələn, tarixin bəzi dövrlərində olmuşdur ki, ehtiyaclı olan insanlara, yoxsullara, əlilliyi olan şəxslərə, xəstələrə və digər bu kimi həssas qruplara aid olan insanlara münasibət verməli olmamışdır. Əlilliyi olan şəxslərin və yaxud da müəyyən xəstəlikdən əziyyət çəkən insanların zorla qısırlaşdırılması və ailə qurmaqlarına mane olunması və yaxud da dövlətin üzərinə yük düşdüyünü iddia edərək bu kimi şəxslərin fiziki olaraq məhv edilməsi və s. yanaşmalar bunlara nümunədir. Buna görə də ehtiyacı olan şəxslərə kömək və yardım edilməsinin düşüncəmizdəki təməl anlayışlarına nəzərdən keçirəcəyik və həmin düşüncələri 4 qrupda böləcəyik. İlkin olaraq ən qədim zamanlardan insanların birgə yaşayış zamanı kəşf etdiyi yazılmamış qaydalardan başlayacağıq. İnsanlar birgə yaşayış zamanı münasibətlərdə yalnızca öz mənfəətlərini deyil, digərlərin mənafeyini də qorumağı və həmçinin bir-birinə kömək etməyi, yardımlaşmağı, sülh şəraitində yaşamağı kəşf edirdilər. Sonradan mütəfəkkirlər tərəfindən ictimai müqavilə adlandırılan bu yazılmamış qanunlar əxlaqın və həmçinin yardımlaşmanın, köməyin də təməli oldu. İkinci təməl düşüncələr isə bəşəriyyətin indiyə kimi gəldiyi yolda ona ən çox təsir göstərən anlayışlardan biri dini fikirlərdir. Məlum olduğu kimi dinlərdə yardımlaşma, kömək, xeyirxahlıq çox üstün tutulur və ilahi buyruq kimi təqdim olunur. Hər bir insan ehtiyaclı olan insanlara kömək etməyə borcludur. Burada Tanrı mərkəzdə qoyulur və hər kəs Tanrının bəndəsi olduğuna görə bir-birinə kömək etməyə, yardımlaşmaya, həmrəy olmağa dəvət edilir. Üçüncü düşüncə təməli 14-cü əsrdə meydana çıxmış humanizmdir ki, burada mərkəzdə insan qoyulur. Heç bir şərt qoyulmadan bütün insanlar bir-birindən bərabərdir və hər biri müstəqil bir fərd kimi cəmiyyətdə hörmətə və köməyə layiqdirlər. Növbəti və sonuncu isə 20-ci əsrin ikinci yarısında dünya müharibəsi və BMT-nin yaranması ilə ortaya çıxmış beynəlxalq hüquq anlayışıdır. Beynəlxalq hüquq anlayışına görə hər bir şəxs hüquq və azadlıqlara sahibdir və dövlətlərin də borcu bu hüquqları və azadlıqları təmin etməkdən ibarətdir. Hər bir insan dinindən, irqindən, dilindən və s. səbəblərdən asılı olmayaraq dövlətin bərabər hüquqlu vətəndaşıdır. Bununla da biz insanlara kömək və yardım edilməsi düşüncəsinin 4 əsas təməlini danışdıq və sosial işin insanlara kömək və yardım etməsinin mahiyyəti ilə bağlı müəyyən fikirləri aydınlatmış olduq. Bu qədər, növbəti videomuzda görüşənədək.